Şabranda Vətən Müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə və həyat yoldaşının öldüyü yol qəzasının təfərrüatları üzrə çıxıb. O qadın da hamiləymiş. İndi materialı oxuyacağım. Allah rəhmət eləsin hər ikisinə. Çox cavandılar, qadın hamilədir. Çox faciəvi bir hadisədir bu. Amma görün nə baş verib. Ona görə mən bəzi hallarda deyirəm, yox, o belə deyək də, məni tərifləməsinlər, tənqid eləsinlər, amma bu düzün danışaraq insanlar gec də olsa ayrılsın. Deməli, həmin bu qazi avtomobilin əks istiqamətdə sürülmüş. Diqqətlə dinləyin, biləcəksiniz söhbət nədən gedir. Hadisə vaxtı Zeynalzadənin Azsamat markalı avtomobili Bakı-Quba Rusiya sərhəddi yolunda əks istiqamətdə sürdüyü məlum olub. Bildirilib ki, hadisədən əvvəl Sabirabad rayon sakini Zeynalzadə həyat yoldaşı Dinara ilə birgə Xaçmazın Tel kəndinə gedirlər. Onlar Dinaranın birinci nikahdan olan övladını onun valideynlərinin yanında qoyaraq Bakı istiqamətində yola düşürdülər. Lakin Şabran rayonu ərazisində olarkən Akif və Dinara fikirlərini dəyişirlər və uşağı özləri ilə aparmaq qərarına gəlirlər. Buna görə 23 yaşlı Akif avtomobili saxlayaraq geriyə əks istiqamətdə hərəkət etməyə başlayır. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən Renault markalı yük maşınına çırpılır və Akif və hamilə həyat yoldaşı hadisə yerində ölür. Faktla bağlı araşdırma aparılır. Dəyərli insanlar, dəyərli qardaşlar, baxın sizə bir daha bir şey deyim. Çox önəmlidir bu. Xüsusən bunu müharibə iştirakçısı, müharibə qazisi, müharibə əlili olan şəxslər üçün deyirəm. Əgər varsa canlımızda, o cibinizdəki əlillik vəsiqəsi, döyüşməyiniz, bunların hamısı çox gözəldir. Amma belə hadisələrdə sizi ölümdən xilas etmir. Bəli, yol polisi sizə müəyyən şeydə güzəşt edə bilər, bəli, vətəndaş güzəşt edə bilər, bəli, müəyyən dövlət qurumlarının girişində yazılır, müharibə iştirakçıları üçün növbəsizdir, odur, budur. Amma bu Əzrail belə şeyləri, müharibə iştirakçısı filan şeyləri bilmir. Burada canınızı qorumalısınız. Yəni, yol polisi sənə heç nə demir deyə, yolu əks istiqamətdə sürmək olmaz. İndi hər şey də bir yana, Allah rəhmət eləsin. Amma indi o birisi sürücü də yazıq qaldı yaman günə. O sürücü də qaldı yaman günə. Niyə? Çünki iki adamın ölümünə hansısa formada səbəb olub. İndi necə olacaq, nə tər olacaq, o da bilinir. Axı, niyə belə eləyirsiniz? Yəni, bilirsiniz, müəyyən şeylərdən insan həyatının müəyyən mərhələsində istifadə edir. Sonra biz qınıyırıq, deyirik ki, filan müğənni tanınmağından istifadə elədi, filan jurnalist belirlədi, filan məsələn tanınmış adam belirlədi. Qardaş, indi gör, siz belirləyirsiniz, indi onları da bütün ölkə tanıyır, indi gör, onlar nə eləməlidir ki? Biraz ehtiyatlı olmaq lazımdır. Ən azından canımızın sağlığı üçün, başqa şey üçün yox. Qazilərin də, şəhid ailələrinin də, şəhidlərin daha doğrusu, üzərimizdə böyük haqları var, bu danılmazdır. Amma canınızı qoruyun da, yəni özünüz üçün qoruyun, daha çox yaşayın. 23 yaş nə yaşdır ki? 23 yaş nədir axı? Bu nə yatdın, nə yuxu gördün, hə qardaşımsan? Çox hayf, həqiqətən çox hayf. Allah rəhmət eləsin.